Salam hörmətli fiziki tərbiyə müəllimləri və müəllim olmaq istəyən müdavimlər. Sizlərə bugün qısa vaxt ərzində futsal haqqında sertifikasiya və MİQ imtahanına düşən məlumatlar verəcəyəm. Futsal 1930-cu ildə Uruguayda yaranmışdır. Yaradıcısı Juan Carlos olmuşdur. Futsal oyununun ilk beynəlxalq yarışı 1965-ci ilə təsadüf edir. 1983-cü ildə ABŞ-da Futsal Federasiyası qurulur. O zamanlar Minnesota mini futbol adlandırılırdı. Sonradan orada da bu oyun futsal adlanmağa başladı. Futsal 1989-cu ildə FIFA'ya üzv qəbul edilir. Olimpiya oyunları proqramına daxil deyil. Yeganə oyundur ki, idman oyunlarının içərisində futsaldan şahmat Olimpiya oyunları proqramına daxil deyildir. İlk dünya çempionunu futsal, İlk dünya çempionatu 1989-cu ildə keçirilir. İlk çempion Braziliya olmuşdur. Futsal üzrə Azərbaycan milli komandası rəsmi yarışlarda 1995-ci ildən iştirak edir. Futsalda dünya çempionatında 24 komanda mübarizə aparır. Avropa çempionatında isə 16 komanda mübarizə aparır. Oyun püş atma yolu ilə başlanılır. Püşü qazanan komanda hücum edəcəyi qapını və yaxud da başlanğıc zərbəsini seçir. İkinci hissənin əvvəlində komandalar yerini dəyişərək əks qapıya hücum edirlər. Komandaların biri qol vurduqda rəqib komanda oyuna mərkəzdən başlayır. Başlanğıc zərbəsini yerinə yetirən oyuncu istisna olmaqla bütün oyuncular meydanın özünə aid hissəsində olmalıdırlar. Yəni, burada mərkəzdə oyuna başlanılan zaman burada oyuna başlanan oyunculardan başqa bütün oyuncular öz meydançasında olmalıdırlar. Rəqib oyuncular top oyuna daxil edilərə qədər ən azı topdan 3 metr uzaqlıqda dayanmalıdırlar. Başlanğıc zərbədən birbaşa rəqib komandasına vurulan qol qeydə alınır. Əgər top birbaşa başlanğıc zərbəsində yerinə yetirərkən qapısının daxil olarsa, küncdən zərbə təyin edilir. Yəni, buradan rəqibin qapısına vurulan top, birbaşa vurulan top qol qeydə alınır və yaxud da ki, arxaya ötürmə edərkən və yaxud topu qaldırarsan, küləkli bir hadisə olarsa, top göydən qayıdıb öz varatuğa girərsə, birbaşa girərsə, küncdən, rəqib komanda küncdən zərbə vurur. Meydançanın uzunluğu. Meydançanın uzunluğu 42 metr, eni 25 metrdir. Qapıların eni 3 metr, hündürlüyü 2 metrdir. Yəni, meydançanın uzunluğu 42 metr, bura qeyd etmişəm. Eni isə 25 metrdir. Qapının uzunu 3 metr, hündürlüyü isə 2 metrdir. Dirəklərin qalınlığı 8 cm. Meydanda olan bütün xətlərin qalınlığı 8 cm-dir. Mərkəzi dairənin diametri 6 metr, radiusu isə 3 metrdir. Burada diametri 6 metrdir, radiusu isə 3 metrdir. Futsal topu dəridən hazırlanır. Diametri 62 cm-dən az, 64 cm-dən çox olmamalıdır. Ağırlığı isə 400 qramdan az, 440 qramdan çox olmamalıdır. Komandanın heyəti 14 nəfərdən ibarətdir. 5 əsas oyuncu, 9 ehtiyat. Formalar 1-dən 99 arası nömrələnə bilər. Oyun 20 dəqiqəlik 2 hissədən ibarətdir. Hissələr arasındakı fasilə 15 dəqiqə davam edir. Yarışın reglamentinə əsasən qalib müəyyən olunmalıdırsa, əlavə 2 dənə 5 dəqiqəlik hissələr də oynanılır. Yenə qalib müəyyən olunmazsa 6 metrlik penalti yerinə yetirilir və 2 dənə püş atma həyata keçirilir. Bir püş atma hansı qapıya doğru penaltilərin yerinə getiriləcəyini müəyyən etmək üçün, digər püş atma isə ilk penaltini kim yerinə yetiriləcəyi ilə bağlıdır. Qalib penaltilər seriyalarında müəyyən olunubsa, artıq demək olar ki, oyun ərzində 4 dəfə püş atılıb. Əlavə vaxt təyin edildiyi təqdirdə, əlavə vaxtın hissələri arasında fasiləyə icazə verilmir. Komandalar sadəcə meydanda yerlərini dəyişdirirlər. Ehtiyat oyuncular və komandaların rəsmi şəxsləri isə texniki zonaları dəyişdirilir. Əlavə vaxtın hissələri arasında kiçik su fasiləsinə icazə verilə bilər.
1 dəqiqədən artıq olmamaq şərti ilə. Yarışın reqlamentinə hissənin arasındakı fasilə göstərməlidir ki, yalnız hakimin razılığı ilə hissələrin arasındakı fasilənin davamiyyəti dəyişdirilə bilər. Hər hissədə bir komanda bir time-out götürə bilər. Müddəti 1 dəqiqə olur. Bir hissənin time-outu digər hissələrə keçmir və time-out yalnız əsas hissələrə aiddir. Top yan xəttdən 4 saniyə ərzində yerinə yetirilir və 5 metr məsafə saxlanmalıdır. Hörmətli müəllimlər və müəllim olmaq istəyən müdavimlər, bu futsal haqqında birinci hissəni sizə danışdım. İnşallah ikinci hissə də sabah və yaxud bir günə inşallah ikinci hissə də gələcək. Sağ olun, kanala abunə olub bəyənməyi unutmayın.